Təxminən bir dəqiqəyə taksi çatır. Buradan da çıxıb gedirik Bakı Dəmiryol vağzalına. Oradan bizi çox yaxşı səyahət gözləyir. Yolumuz Şəkiyədir. Все. Baklayayım. Kız ben bir. Dördüncü vagon olsun. Yedinci vagon dördüncü yer sizdə. Yedinci vagon üçüncü yer. Soldakı qatarlı vagonların üzərində nömrələr var. Sağ ol. Ben telefon sende. Göster. Salam. Bəli. Deməli, nəhayət Bakı-Balakən qatarına gəldik, çıxdıq. Biznes yerindəyik. Sağ olsun dostlarımdan biri bu hədiyyəni mənə etdi və biz bunu dəyərləndiririk. İndi görək biznesdə
bizi nə qarşılayır? Böyük ehtimal ki, bunlar plastinalar falandır. Bunları sonra açarıq. Əsas məsələ budur. Gözlə, bunu birləşdirəm bura. İndi burada nə var? Laf səbirsizləşdim. Bu yəqin ki, diş fırsasıdır. Bu rojok var. Bu rojokdur. Azərbaycanca nə deyirlər? Tabankeş. Dabankeş. Dabankeş. Başqa nə adı var? Yazın şərhə. Göz bandı. Yəni göz təyyarədir, qatardır, evdir. Maşın sürəndə belə mən bu göz bandını taxıram ki, rahat olum. Bu salfetka. Bu yaş. Allah, bu əsas bunu gözləyirdim. Bu da var. Şok, deməli biz nə edə bilərik? Bunları dəyərləndirək. Cəmaət bizə bax. Salam aleyküm. Heç həlli bu. İndi gözləyə görək bizə pulsuz çay, kofe, yemək nə verəcəklər? Çünki bir abur-cubur almışıq özümüzə. TikTokda bir xala var, oğlu ilə həmişə açır belə. Hə, deməli bizə nədir? Bu civəbədir. Nə bilim, soktu falandır. Bunlar var. Görək indi bizə burada nə yeməklər verəcəklər. Axşam da olsa biz yeyib işənlərik. Hə, böyle televizor da var. Çok sağ olun. Bunu burada neyimiz var? Təzə sıxılmış portakal şirəsi. Nədir bu? Sən bilərsən. Qarışıq salat. Qarışıq salat. Sonra qara və ağ çörək. Burada da dilimlənmiş bəzi salatlar. Ayda şirniyyat gəyə almazdı, şirniyyat var. Deməli belə. Axşam yeməyi budur. İkimiz də deyildi. Mən axşam üçün yaxşıdır da. Biz öyrəşmişik. Axşamda indi kabab yeməyə, nə bilim, xaşı, xəncəli axşam yeməyə öyrəşmişik. Düzdür, hələ tərpənməmişik. Tərpənəndə daha yaxşı bir görüntü olacaq. Deməli, belə bir axşam yeməyi. Televizorda, evdə tək başına. Çöldə də hələ ki şəhərin mənzərəsi, birazdan rayonların mənzərəsi başlayacaq. Bundan möhtəşəm nə ola bilər? Axır gəldik, çatdıq Şəkiyə. Stansiyaya bir 10-15 dəqiqə vaxt qalıb. Qatarda yatmaq yaxşı idi, amma kaş Zaqatalanı seçib biraz da artıq yatardım.
Buradan Şəkiyə təxmini nə qədərdir? Heç olmazsa 20-23 kilometr var. Hə, var ha. Bəli. Yəni mən sana 5 manat dedim adam başı. 7 biz, 7 dolar. Onlar maraqlı İndi onları nə istəyirsən deyir, fərq yoxdur. İndi onlar olmalı, pul hə, deyil. 7 də biz. Birinciyə. 7. Xıdalıq eləməyək qardaş. Yox, xurdoluq deyil ki. Allah'ın da olsa hər şey qalxdı. Təkər, yağ, hər şey qalxdı qardaşım. Ha, mən sənə bir söz deyim də. Bəli, Mən maşınla gəlmədim ki. bəli. 50 manat, Bir yox. 60 manat verəsiydi. Yox, ay sağ ol da. Amma belə məsəl üçün bir də sən birinci qiymətlə hesablayıram da 20 getmək, 20 qayıtmaq məsəl üçün. 40 manat pul da, pulla yanacaq bəs bilir dizel maşını. Siz deyən başa düşürəm da deyirəm ki, 7-nin üstünə 3 dolardan dəqiqə ceyirəm. 1 saat sonra 7-yə gedəcəmsə problem yox. 1 saat sonra maşın yoxdur qardaş. Hər şey, həmişə maşın var. Sonuçta qaravulcudur. Burada vapşı maşın yox. Vaxt çətin. Yalan danışım. Aydan sonra vaxt çətin deyə anlatın. Gecə. Məsləhət sizə qardaşım. Qardaş 7. 20 neçə kilometr şəhər? Ha, yadımdan da çıxartmışım. 22. 22 var da. Özdə sənin 22 kilometri probkasızdır. Yox, provkasız da olsa, sən özün yolu görəcəksən abi. Siz özünüz Bakıdan gəlmişsiniz. Yox, başdan gəlmişəm, amma 50 dəfə şəkil gəlmişəm. Prosta gəzirəm. Belə bir getməyə gəlmişsiniz. Hə, 8 ver. 7. Hə, 7 deyil. Hə, yox. Yox, Allah'ın da olsun. Bir səfərkiz. Mən Bildim qardaş. Mən özüm Kəlbəcərliyəm. Burada yaşayıram. Burada mühafizədə işləyirəm. Kəlbəcərdə də çox olmuşam. Mən də dediyim odur ki, qardaşım, bir maddə söhbət edirəm. Ona görə də 7, Allah bərəkət versin gedir. Hə, gelin. Onları da seyrəm. Hə, seyrəm. Uşaqlara çox Hesabına biraz yaxşıdır. Yox elə niyə vacibdir? Yaxşı deyil. Amma Biraz bizdən pula pul çox idi adam qaçırlar. hesabına gəlib gedənlər var, o var, elə şeylər var. Bir de pula çok kaçırlar diye biraz ancak pul istəyirlər. İordaniyada mən baxdım videoda. Yəni Petra'ya gitmişiz. Yordanya. Orada var ya abi de var. orada ha. Amma şöyle olmalı da. Hı?
Qorxma da, qorxma. Deməli, Xan Sarayda girdik. Bir çay içək. Çox tezləndən də deyə. Heç olmasa bir çayla başımızı qataq. Qəşəng, belə son model bir dənə televizor da var. Qəşəng aksesuarlar var. 10 manatlıq bir çay menyusunun içində də, nə bilim, bamiyyədən, şək halvasından. Qardaş deyir, hər şeyi gətirəcəm. Deməli, nəhayət qatardan düşdükdən sonra, deməli, saat 6 idi. Saat 6-da biz taksi ilə çoxlu belə sərgüzəştlərdən sonra 20 manatı 7 manata indirəndən sonra gəldik, çıxdıq Şəkiyə. Birinci getdiyimiz məkan çox əla idi. Orada olan həm dayı, həm xala, ya nənə də demək olar. O qədər mehriban idi ki, yeməkləri də çox dadlı idi. Ora getməyinizi tövsiyə edirəm. İndi gəlmişik, təbii ki, Şəkiyə gələndə olmazsa olmaz yerlərdən birinə Şəki Xan Sarayına. Və Xan Sarayının həyətində belə bir memarlıq abidələri də var. Bunlar nədir? Bunlar Teymur Ustanın əl işləridir. Teymur Usta həm Bakıda, həm də burada əl işlərini nümayiş etdirmək üçün yeri var. Bu divarların hamısında onun əl işlərini görmək olar. Deməli, bax, Şəkidə gəzirik, gəldik, bax, halvasılardan birinə yazılıb üstünə 1842. Görək, ümumiyyətlə, bunun tarixi nədən ibarətdir? Salam, xoş gördük. Qapının üstündə 1842 yazılıb. Ümumiyyətlə, bu tarixdən bəri bu halvalar satılırmı, yoxsa ümumiyyətlə, halvanın tarixi nə vaxtda dayanır burada? Sırf elə bu müəssisənin özündə. Mən deyək burada 5-ci nəsiləm işləyirəm. Babam işləyirdi, atam işləyirdi, ulu babam işləyirdi, onun atası işləyirdi. Ya Şəki halvasının tarixini tam dəqiq deyə bilmərəm ha vaxtdan cəhətdir, amma bizim əsl nəsil kök 1800 təqribi bu Elmlər Akademiyasından təsdiq olunan bir şeydir ki, 1842-dən bu yanadır bizim nəsil. İşləyir. Bir son sual da verim sizə. Mən çox vaxt görürəm ki, şəhərdə falan hazırlamaq istəyirlər, amma bu dad alınmır. Amma Şəkidə aldığımızın dadı tamam fərqli olur. Bunun səbəbi nədir? Şəkinin özündə hazırlanan 99% yerdəki eyni dadda olur. Hələ bir cür pişirir, hələ istədiyi keyfiyyətdə pişirir də. Nətər sərfili elə də işləyir. Çox sağ olun, bazar olsun. Sağ olun. Şirin çörək var, qat-qat yağlı. Görürsünüz, hələ bir şeyi yalanla düzəldir, ad qurulur, müştərinin Allah. Bu ama görmədim heç oldu. Sizə də verin.
Yəni Manalı müştəriden fərqli. necədir, yaxşı yoxsa pis? Gündə neçədir sizə? Fındıqlar 10 manat, qozlar 10 manat, badamlar 12 manat. Mən sizə deyim də, başqa yerdə görsəniz, misal üçün badamı görə bilərsiniz, 10-11 manat. O 10. Bundan balaca nə olur? Hoş oldu geldi. Gel lan. Gəl. Şuraya da. Nəhayət səhər altdan gəzirik, axır gəldik yenidən Şəkil stansiyasının qabağına. Deməli burada nə danışım sizə? Səhər gələndə taksilərin biri dedi 20 manat, biri dedi 15 manat, biri dedi 25 manat, amma nəticədə biz 7 manata bu yolu düz getdik Şəkiyə. 7 manat əladır, superdir. Hətta 10 manat da vermək olar. Amma bir məsələ nədir? Mən öyrəndim ki, burada Bolt var imiş. Heç Şəkidə bunun olduğunu bilmirdim. Elə 7 manata da düz gəldik Şəkiyə. Gəlin də bura.